Bəlkə də çoxunuz bu hekayəni eşitmisiniz, amma yenə də bu hekayəni danışmaq istədim. Bir gün Molla Nəsrəddin və xanımı yanında bir eşək bir yerə gedirlər və insanlar baxırlar, görürlər ki, Molla Nəsrəddin və xanımı ayaqdadır və əllərində əşyalarını daşıyırlar. Eşək isə yanlarında gedir və insanlar baxıb düşünürlər ki, öz aralarında danışırlar ki, necə ağılsızdılar, eşəyi nə üçün istifadə edəcəklər? Ya əşyalar, ya biriniz minin eşeğe, biriniz ayaqla gedin ki, rahat olsun. Növbəti dəfə Molla Nəsrəddin yenə də xanımı və eşeği ilə gedəndə bunların söhbətini eşitdiyi üçün növbəti dəfə xanımını eşeğe mindirir və özü ayaqla gedir. Və yenə də insanların danışdığını eşidir ki, necə kişidir, özü ayaqla gedir, amma xanımı eşeğe minib. Özü oturmalıydı, xanım ayaqla getməliydi. Bunu eşidən Molla Nəsrəddin üçüncü dəfə eyni yolu gedərkən özü eşeğe minir, xanımı isə ayaqla gəlir. Və görür ki, yenə də insanlar onun haqqında deyirlər ki, gör necə kişidir, xanımına əziyyət verir. Özü eşeğe minib, amma xanım əziyyət çəkir, ayaqla gedir yolu. Bunu eşidən Molla Nəsrəddin növbəti dəfə hərəkət eləyəndə, eyni yolu gedəndə, özü də, yoldaşı da eşeğe minir və elə gedirlər yola. Və görür ki, cəmaət başlayır danışmağa ki, gör necə insafsız, vicdansız insanlardır ki, ikisi də eyni anda eşeğe miniblər. Heç olmasa biri minərdi, o birisi ayaqla gedərdi. Və bu hekayədən çıxardığımız nəticə nə olur? Yəni, vur tatı, çör tatı. İstənilən variantı test edin həyatınızdan bir hadisə ilə bağlı. Hər bir variantında mütləq insanlar bir nöqsan tutmağa çalışacaqlar sizdə və nöqsanı tutacaqlar. Ona görə də davamlı şəkildə insanları xoş etmək, onları razı salmağın əvəzinə özünüzə ən uyğun variantı özünüz seçin və onu həyatınızda tətbiq edin. Nəinki insanların kim nə deyər düşüncəsi ilə hərəkət etmək.